Marğa Rəsədxanası inşa edilmişdir. Marğa Rəsədxanası 1259-cu ildə inşa olunub. Hülakülərin dövründə, yəni Elxanilərin dövründə, bir də ki, Hülakü xanın deməli sifarişi ilə, yəni Hülakü xanın zamanında inşa olunub. Bir də ki, rəhbəri də kim idi? Nəsrəddin Tusi. Başlanılıb inşasına 1259, amma yekunlaşıb 1271-ci ildə. Baxaq cavablara. Elxanilərin dövründə, bəli, biz bilirik ki, Hülakülər dövlətinə Elxanilər dövləti də deyirdilər. Niyə Qazanxan olmaz? Hülakü Qazanxan, çünki Hülakü xanın zamanında tikilmişdi, ona görə. Təbrizdə Göy məscid inşa olunub. Təbrizdə Göy məscid 1465-ci ildədir. Qazanxanın zamanı, Qazanxan deyirəm, Baharlı Cahanşahın zamanında tikilmişdi. Deməli, A variantıdır. Sonra Əcəmi Əbubəkiroğlu tərəfindən inşa edilmiş memarlıq abidələri. Əcəminin tikdiyi, baxın, Əcəminin tikdiyi memarlıq abidələrinin hamısı 12-ci əsrə aiddir. Bir də ki, Naxçıvandadır bunun tikdiyi abidələrin hamısı. Təbrizdə Göy məscid, Təbrizdə dedik Göy məscid Qaraqoyunluların dövrünə aiddir, getdi. Bakıda Qız qalası 12-ci əsrə aiddir, Bakıdadır. Araz çayı üzərində Xudafərin körpüsü 1027-ci ildədir bu. Sonra Naxçıvanda Yusif ibn Küseyir, Bərdə türbəsi 14-cü əsrə aiddir. Sonra Azərbaycanda 1865 və 1865 və 1873-cü ilə aiddir, uyğun gəlir. Əkinçi qəzeti 1800, deməli, Əkinçi 1875-də getdi. Milli Teatr 1873-də getdi. Cənubi Qafqaz Müəllimlər Seminariyası 1879 getdi. Şuşada ilk qəza 1830 qəza məktəbi. Gimnaziya tipli rus dilli məktəb, bəli, biri budur. Gimnaziya tipli rus dilli məktəb. Bir də ki, Milli Teatrın əsası qoyuldu, bəli, doğru. Bir də baxın, burada tutaq ki, ola bilər yerlərini dəyişsin. Məsələn, birincidə yazardı ki, Milli Teatr, sonra gimnaziya yazardı, olmaz. Hansını birinci yazıbsa, onun altından onu yazmalısınız. Belə, sonra 5-ci suala baxırıq. 1875-ci il Azərbaycan 1883. 1875-ci ildə Əkinçi qəzetidir. 1883-cü ildə isə teatr binasıdır. Baxaq, ilk gimnaziya dedik 1865-də olmaz. Milli Teatrın əsası 1873-dür. Milli Mətbuatın əsası, bəli, Əkinçi 1875. Bakıda ilk teatr binası 1883, cavabımız C variantı olur. Baxaq, İrəvan Müəllimlər Seminariyası, bu 1881-ci ildədir. Kəşkül qəzeti 1883. Hansı ki 1883-cü ildə Qafqaz Canişinliyində dağılmasıdır, ləğv olunmasıdır. İlk qəza məktəbinin açılması da, ilk qəza məktəbi dedik Şuşadadır 1830-cu ildə. İlk qiraətxana da Azərbaycanda 1894-cü ildədir. O Nərman Nərmanovun göstərişindən yaradılmışdı. 6-cı sual. Bakıda Qız qalası, bir də Naxçıvanda Möminə Xatun türbəsi. Bunların hər ikisi də deməli 12-ci əsr memarlıq abidəsidir. Cavabımız olur burada A variantı. Növbəti suala baxaq, 7-ci sual. Bakıda Qız qalası və Şamaxı yaxınlığında Gülüstan qalası. Baxın, Gülüstan qala deyir, özdə gördünüz Şamaxıdadır. Hər ikisi 12-ci əsr memarlıq abidəsidir. Cavabımız D variantı. Demişdik, Gülüstan qala olanda Şamaxıda yerləşir, türbə olanda Naxçıvanda. Bərdə türbəsi və Naxçıvandakı Gülüstan türbəsi, bunların hər ikisi də 14-cü əsr memarlıq abidəsidir. Baxaq, Elxanilərin hakimiyyəti, Eldənizlər dövləti. Eldənizlər dövləti yox idi, 1225-dədir. Bu türbə 13-cü əsrin sonu hardasa 14-cü əsrə aid memarlıq abidələridir. Bu Eldənizlər dövrünə düşmür. Müdafiə xarakterli, türbələr adətən müdafiə xarakterli olmurdu. Hülakülərin hakimiyyət dövründə inşa olunub, bəli. Azərbaycanda 13-14-cü əsrdə Hülakülər idi. Onların dövründə inşa olunub. Və erkən orta əsrlərdə inşa olunması, erkən orta əsrlər deyiriksə də 3-cü əsrdən 11-ci əsr nəzərdə tutulur. Bu da o dövrə düşmürdü, dedik 14-cü əsrdə getdi. Məsud Davudoğlu da 12-ci əsrdə tikibdi, o da olmaz. Naxçıvanın Qarabağlar kəndində baştağ memarlıq nümunəsi, bir də Gülüstan türbəsi. Hər iki memarlıq abidəsi də Naxçıvanda yerləşir. Hər ikisi də 13-14-cü əsr memarlıq abidəsidir. Cavabımız olur C variantı. Mahmudabad və Sultaniyə şəhərinin tarixinə aid oxşarlıq. Hər ikisi də bunlar Hülakülər dövründə inşa olunmuşdu və 13-14-cü əsrə aid memarlıq abidəsidir. Getdi, yəni 13-14-ə aid şəhərlərdir. Mahmudabad hətta Qazanxanın şərəfinə tikilmişdi. Naxçıvanda Gülüstan və Sultaniyədə Olcaytı Xudabəndə türbəsi. Naxçıvandakı Gülüstan türbəsi dediyi 13-14, Sultaniyədə Olcaytı Xudabəndə türbəsi 14-cü əsrə aiddir. Hülakülərin hakimiyyət dövründə inşa olması, bəli, Hülakülərin dövründədir. Məsələn, niyə 13-ü götürmədik? Naxçıvan dedik axı 13-14-dür. Çünki bu kişi Olcaytı özü 14-cü əsrdə olub hakimiyyətdə. Ona görə məntiqlə onun dövründə olmalıdır. Ona görə bunu götürmürük, getdi. Cavabımız olur A variantı.
Şeyx Cüneyd məqbərəsi. Şeyx Cüneyd məqbərəsi 16-cı əsrdə 1444-cü ildə Qusarın Həzrə kəndindədir. Bakının şərq darvazaları da 16-cı əsrə aiddir. Ona görə elə 16-cı əsr memarlıq abidəsi belə. Həsən bəy Rumlu və İskəndər bəy Münşiyə aid oxşarlıq. Həsən bəy Rumlu ilə İskəndər bəy Münşinin oxşarlığı hər ikisi də Səfəvilər dövründə yaşayıb və tarixçilərdələr. Bunlar Səfəvlərə aid əsərlər yazmışdılar. Cavabımız olur. Yazıb ki, 16-cı əsrin görkəmli memar olmayıblar, tarixçi olublar və əsərlər yazıblar. Bu dövrə aid getdi. Sonra yaxşı, baxaq növbəti. Nəsrəddin Tusi və Fazil Fəridəddin Şirvani fəaliyyətinə aid oxşar. Hər ikisi astronom olmuşdular. Astronomiyaya dair əsərləri var idi ikisinin də. Sonra üstündə Latın dilində yazı olan daş kitabənin tapıldığı bölgəni müəyyən edin. Bu Domisianın kitabəsidir. Domisian da 1-ci əsrdə olub hakimiyyətdə. Domisian da hara gəlmişdi? Domisian gedir Qobustandadır onun kitabəsi. Ona görə də Qobustan da haradır? Qobustan da deməli 4-dür. Ona görə olur Qobustan. Sonra növbəti suala baxaq. Hülakü xanın məsləhətçi Abaqa xanın vəziri olmuş Azərbaycan alimi. Bu Nəsrəddin Tusidir. Əzbərdir sualımız. Getdi Y variantı. Elxanilər dövründə baş vəzir görkəmli Azərbaycan tarixçisi olmuşdu. Bu Fəzlullah Rəşidəddindir. Fəzlullah Rəşidəddin Qazan xanın deyirdik vəzir olub. Tarixçidir, həkimdir. Sonra belə cavabımız Y. Azərbaycanın intibah dövrü memarlıq abidələrinin sırasındadır. İntibah dövrü memarlıq deyirsə 11-12-ci əsrə aid memarlıq abidələrini deyir. 12-ci əsrə aiddir. İrəvanda Göy məscid 1764-dür, getdi. 8 Behişt 1483-dür. Bu da getdi, özü də Təbrizdədir. Təbrizdə Göy məscid, bu Cahanşahın dövründə tikiləndi 1400. Baxın, İrəvanda Göy məscid xanlıqlar dövrünə aiddir. Təbrizdə Göy məscid Qaraqoyunların dövrünə aiddir. Şirvanşahlar sarayı deyirsə, Şirvanşahlar sarayı 15-ci əsrdir, Qız qalası 12-ci əsrdir. Deməli, intibah dövrünün mədəniyyət abidəsi Qız qalası hesab olunur. Növbəti baxaq sualımıza. Yusif ibn Küseyr və Möminə xatun. Dedik Yusif ibn, bax bu Əcəminin tikdiyi abidələrin hansı Naxçıvanda yerləşir? Bir də 12-ci əsrə aiddir. 12-ci əsrdə inşa olunmaları. Naxçıvanda Cümə məscidi və Qoşa minarənin tarixinə aiddir. Yenə də bu da Əbu Bəkirin tikdiyi abidələrdir. 12-ci əsrə aiddir. Bir də 12-ci əsrə aiddirsə də Naxçıvan deyiriksə, demək bu Atabəylərin dövrünə aiddir. Memar Əcəmi, çünki Atabəy Şəmsəddin Eldənizin dövründə yaşayıb da, yəni Eldənizlər dövlətinin zamanında. Ona görə deyir Atabəy hakimiyyəti dövründə inşa olunmaları bəli doğrudur. Sonra Naxçıvandakı Qoşa minarə Yusif ibn Küseyr. Bu da yenə Naxçıvan memarlıq abidəsidir. Əcəmi tərəfindən tikilmişdir və Atabəylərin dövrünə aiddir. Cavabımız Y variantı. Erkən orta əsr Alban memarlığı. Baxın, Alban memarlığı deyəndə adətən Alban memarlığı 3-cü, 7-ci əsrə aiddir. Bir də Alban memarlığında adətən ya qalı olur, ya sədd olur, ya məscid olur. Bax, bunlardır adətən olur. Məscid deyirəm, kilsədir ya da ki, məbəddir, məbəd. Deməli, ya məbəd olur Alban memarlığı, ya qaladır, ya da səddir. Baxaq. Gülüstan qalası deyil, Gülüstan türbəsi də deyil, Sündü məscidi deyil, Əlincə qalası deyil, Ağoğlan. Ağoğlan da harda yerləşirdi? Ağoğlan Laçında yeri. Baxın, məbədidir. Sonra erkən orta əsrlər dövrünə aid Alban memarlıq abidəsi. Alban memarlıq Gövurqala. Gövurqala da harda yerləşirdi? Ağdamda deyirdik Gövurqala. Daha əvvəl inşa edilmiş memarlıq abidəsi. Daha əvvəl inşa edilsə, baxaq xronologiyasına. Şeyx Cüneyd 1544-dədir Cüneyd. Xudafərin 1027-dədir. Şirvanşahlar 15-ci əsrdir. Şəki Xan Sarayı. Baxın, Xan Sarayı deyirsə, Xan Sarayı 2-dən olub. Biri Naxçıvanda olub, bir də Şəkidə. Bax, Şəki Xan Sarayı birinki xanlıqlar dövrüdür. Xanlıqlar da 18-ci əsrdədir. 1700 deməli 63-dür Şəki Xan Sarayı. Sonra Şuşa qalası da yenə 1752-ci ildə başlanılıb tikintisinə. Deməli, cavabımız olur burada ən tez olan C variantıdır. Daha əvvəl inşa edilmiş memarlıq. Şəki Xan Sarayı 18-ci əsr, Şuşa qalası 18-ci əsr, Əlincə qalası 9-cu əsr Şamaxıda, Şeyx Cüneyd 1544 bayaq dedik, Şirvanşahlar 15.
Cavabımız nə olur? Yenə də Y variantıdır. Sonra 12-ci əsrdə inşa olunmuş Gülüstan qalası. Baxın, Gülüstan qala. Qala deyiriksə demişdik, qala hardadır? Qala Şamaxıda yerləşirdi. Şamaxı da burada 1-lə işarə olunubdur. Müasir xəritə ilə verib. 1 də ki, cavabımız olur burada Y variantı. Sonra baxaq. 12-ci əsrdə inşa olunmuş Darülmülk. Darülmülk yenə də Naxçıvandadır. Əbubəkirin zamanında tikilibdir. Əcəmi Əbubəkiroğludur. Nəsə bunun dövründə Naxçıvandakı burada yerləşir. 13-14-cü əsrlərdə inşa olmuş Gülüstan türbəsi. Dedik, türbə harda yerləşirdi? Türbə Naxçıvanda yerləşir, bu ərazidir. Sonra 15-ci əsrdə inşa edilmiş Şirvanşahlar. Şirvanşahlar Saraydarda yerləşir, Bakıda yerləşir də. Cavabımız 3-dür. Sonra baxaq növbəti sualımıza. 17-ci əsrdə Şah Abbas tərəfindən inşa olmuş Cümə məscidi. Şah Abbas məscidi 1606-1607-ci ildədir, 7-dədir. Şah Abbas məscidi Gəncədə yerləşir. Sonra 17-ci əsrdə Hind atəşpərəstlərinin tikdirdiyi bu Suraxanıdakı məbədi deyil. Suraxanı Dakarda yerləşir, Bakıdır da. Getdik Bakı. Qaraqoyunlu Cahan Şahın hakimiyyəti dövründə tikilmiş Göy məscid. Göy məscid dedik, Cahanın dövründə 1465-ci ildir. Cahan Şah özü də Təbrizdə inşa olunmuşdu. Paytaxtları Təbriz idi. Təbriz darda yerləşir. Baxın, 5 Təbrizdir, 4 Ərdəbildir, 3 Şamaxıdır. Burada yəqin bu 1-dir, gözüm görmür. 1 şeydir, Bakı olsun. Bu da ki, baxın, bura Gəncədir. Baxın, bu çay da deyirsə çay var. Görürsünüz burada. Bura Bərdədir. Buradakı Beyləqan ərazisidir. Beyləqandır. Deməli, cavabımız burada oldu. Təbriz. Sonra növbəti sual. Ağqoyunlu Yaqub Padşahın hakimiyyəti dövründə Həştbehiş. Demişdik, Həştbehiş 1483-dür. Ağqoyunlu Yaqubun zamanında tikilmişdi. Təbrizdə tikilib, Təbrizimizdə 3-dür. Yenə deyirəm, Təbriz 3, bura Ərdəbildir, bura Şamaxıdır, bura Bakıdır. Burada Naxçıvan ərazisi kimi qeyd olunur. Sonra Alban memarlıq abidəsi olan Govurqalanın yerləşdiyi müasir Azərbaycan. Govurqala Ağdamda yerləşir. Ağdamda hardadır? 4-dədir Ağdam. Sonra Alban memarlıq abidəsi Cavanşir qalası. Cavanşir qalası yenə 3-7-ci əsrlərə aiddir. Alban memarlığıdır və İsmayıllıda yerləşir. İsmayıllıda 1-lə işarələnibdir. Sonra baxaq növbəti. Azərbaycan milli mətbuatının əsası qoyulmuşdur. Təbii ki, Əkinçi qəzeti. Əkinçi qəzetdə 1875-dir. Amma bu qəzetlərdə Əkinçi qəzetini yazaq. Amma xatırlatma eləyək. Kəşkül qəzeti 1883. Açıq söz 1915. Sonra Molla Nəsrəddin 1906. İrşad da 1904-5 olmalıdır, səhv eləmirəmsə. Belə. Sonra Azərbaycanda milli operanın əsası qoyulmuşdu. Leyli və Məcnun 1908-ci ildə. Gəncənin məşhur qala qapıları düzəltdirilmişdir. Baxın, yadelli hücumlarından qorumaq məqsədinə bəli, doğrudur bu. Salarilər yox, Şəddadilərin dövründədir. Xilafətin Azərbaycanda hakimiyyəti dövründə xeyr. 11-ci əsrin 60-cı illər. Baxın, buranı belə görən kimi deyirəm, da düzdür, 1063-cü ildir. Ona görə sualı axıra qədər oxuyun. Nə yazıb? Deyir, ikinci yarısında. İkinci yarısı 1063, ikinci yarı deyil, birinci yarı idi. Ona görə ələmdir. Fəzl ibn Məhəmmədin dövründə Xudafərin körpüsüdür. Əbüləsvar Şavrun dövründə qala tikilib. Ona görə cavabımız olur A variantı. Çıraqqala və Govurqala memarlıq abidələrinə aid oxşarlıq. Hər ikisi də Alban memarlığı nümunəsi idi. Yəni Alban memarlığındaydı. Cavabımız olur C variantı. Cavanşir və Çarabgert memarlıq abidələri, bu da yenə Alban abidələrinə aiddir. Erkən orta əsr Alban memarlığına aiddir. Cavabımız olur A variantı. Özü də 3-cü, 7-ci əsrə aiddir. Sonra Elxani hökmdarı Hülakü xanın dövründə inşa olmuşdu. Bu dərs birincidə demişdim. Bu hansı idi? Marağa rəsədxanası. Neçənci ildə başladılar? 59-cu ildə Nəsrəddin Tusi də rəhbərlik eləmişdi. Elxani hökmdarı Qazan xanın inşa etdirmişdi. Qazan xanın adı Mahmud, özünə adını dəyişdirib Mahmuddur. Ona görə Mahmudabad qalasını inşa elətdirmişdi. Onun dövründə Mahmudabad qalası inşa olunur. Sonra
Səfəvi şahı 1-ci Təhmasibin dövründə inşa olunmuşdur. Təhmasib 16-cı əsrdə olub, düzdürmü? Nardaranda məscid bu 17-ci əsrdə 1663-dür. Sonra Şamaxıda Kəlxana, bu da 1663-cü ildir. Bu niyə belə olur? Qusarın Həzrə kəndi 1544-cü ildə, Cüneyddə 16-cı əsrdir. Bu Sultaniyə bu 14-cü əsrdir. Bu 14-cü əsrdə Hülakülərin dövrünə aiddir. Təbrizdə Göy məscid 15-ci əsrdir. Təhmasib də 16-da yaşadığına görə deməli cavabımız olur burada C variantı. Yusif İbn Küseyr türbəsi və Kəlxana. Kəlxana Yusif İbn Küseyr. Kəlxana Şamaxıda yerləşir. Baxın, Kəlxana özü də 1663-dür. Yusif İbn Küseyr türbəsi isə Naxçıvanda yerləşir. Ona görə cavabımız olur 2 ilə 4. 2 ilə də 4 Y variantı. Sonra baxaq, Sündü məscidi. Sündü məscidi 920-ci ildədir. Şamaxıdadır Sündü. Gülüstan türbə deyir, bax, türbə. Türbə deyirsə Naxçıvandır. Deməli, birinci Sündünü götürürük. Sündü gəlir 4. Sonra götürürük türbə 2. 4, 2. 4, 2 də hardadır? 4, 2 B variantıdır. Sonra Naxçıvanda Möminə xatun türbəsi və Bakıda Qız qalası. Bunlar üçün oxşar cəhət nə demişdik? 12-ci əsr memarlıq abidələri olması idi. Bəli, cavabımız olur B. Bir də Möminə xatun dedik, hə, Naxçıvanda yazıb burada. Sultaniyə və Mahmudabad şəhərlərinə aid oxşar cəhət Hülakülərin zamanında hər iki şəhərdə salınıb 14-cü əsrdə, yəni 13-14-də aiddir. Cavabımız olur A variantı. Azərbaycanın intibah mədəniyyəti dövrünə aid olan abidələr. İntibah dövrü deyirsə 11-12-ci əsrə aid memarlıq abidələrdir. Bakının şərq darvazaları 16-cı əsrə aiddir. Qız qalası 12-ci əsrə aiddir. 12-dir Qız qalası, ona görə götürə bilmirik. Şeyx Cüneyd 16-cı əsrdir. Əlincə qalası 9-cu əsrdir, bu da getdi. Naxçıvanda Qoşa minarə darülmüş, bəli, bunun hər ikisi də 12-ci əsrdədir. Əcəmi Əbubəkiroğlu tərəfindən tikilib. Təbrizdə Göy məscid 1465, Həşbehiş 1483 Yaqubun dövründədir. Şeyx Cüneyd məqbərəsi dedik 1544, Bərdə türbəsi də 13-14-cü əsrə aiddir. Azərbaycan intibah mədəniyyət dövrünə aid olan memarlıq abidə yenə intibah deyir 12-ci əsr. 12-ci Təbrizdə Göy məscid bu getdi 15-ci əsrdə dedik. Sonra Çıraqqala 3-7-ci əsrə aiddir. Bu da getdi. Qız qalası 12-dir, amma Şirvanşahlar sarayı 15-dir. Ona görə getdi. Gülüstan və Buğurt qalaları, bəli. Gülüstan, bax görürsünüz axırda qala yazıb. Buğurt qalası Ağsu çayı sahilində idi 12-ci əsrdir. Gülüstan qalası da yenə. Özdə hər iki qalada həm Gülüstan, həm Buğurt Şirvanşahlar dövlətinin zamanına aiddir. Ağsu çayı sahilində Buğurt qalası və Şamaxı yaxınlığında Gülüstan qalasına aiddir. Şirvanşahların bayaq dedim, Şirvanşahların hakimiyyət dövründə inşa olunmuşdur. Həmçinin 12-ci əsrə aid memarlıq nümunəsidir. Verilənlərin hamısı aiddir. Kazan Universitetində çalışmışdı. Demidov mükafatı almışdı. Türk-Tatar dilinin qrammatiyi bu Kazım bəy, Mirzə Kazım bəydir. Ona aiddir. Verilənlərin hamısı aiddir. Peterburqda böyük şöhrət qazanmışdı. Arxeologiya cəmiyyəti, numizmatika şöbəsi. Baxın, numizmatika söhbəti eləyirsə də Topçubaşovdur. Amma Tatar dilinin qrammatikası falan deyirsə bu Kazım bəydir. Bu yoxsa bu Kral Asiya cəmiyyəti falan hər ikisində də var idi. Peterburqda işləməkləri hər ikisində də var idi. Burada deməli Topçubaşov olur. Numizmatika olan da Topçubaşovdur. Demidov mükafatı falan Tatar dilinin qrammatikası desə bu Kazım bəyə aiddir. Sonra Azərbaycan mədəniyyətinin 1940-cı ilinə aiddir. Koroğlu operası 1937-dir. 40-cı ildə də mükafat alır Koroğlu. İlk Rus-Azərbaycan məktəbi bu 1887-dir. İlk qəza 1800 dediyi 30-dur. İlk Azərbaycan qiraətxanası 1897-dir, 94-dür. Arşın Malala 1800 deyil, Arşın Malala 1945-dir. Arşın Malala 1945-dir, ona görə cavabımız olur Y variantı. Sonra 1873-cü ildə və 1909-cu ildə bu teatrın təşkil edilməsidir. Cənubi Azərbaycan 1909-dur, şeydə də Şimali Azərbaycanda 1873-cü ilə aiddir.